Değerli şagirdler, abituriyentler, izləyicilər, bu dərsimizdə İlyas Əfəndiyevin Xurşudvanın Natəvan piyesindən danışacaq. Əvvəlcə onu deyim ki, əsər 1981-ci ildə yazılıb, yəni o ildə yazıldığı güman olunur, 85-ci ildə çap olunub ilk dəfə. Bu əsər də Sovet ideologiyasının təbliğat ruhları olan əsərlərdən biridir. Ona görə bu düşüncədəyəm ki, belə əsərlər ümumiyyətlə orta məktəbdən çıxarılmalıdır. Səməd Vurğunun Vaqif dramı kimi o əsərlər ki, tendensiyalıdır. Onlarda bədiilikdənsə həyat əks etdirmək məsələsindən çox ideologiyanın təbliğatına həsr olunmuş əsərlərdir. O əsərlər ümumiyyətlə orta məktəb ədəbiyyatından uzaqlaşdırılmalıdır, çıxarılmalıdır, proqramından çıxarılmalıdır. Çünki bu əsərlərdə ümumiyyətlə bir quru sxolastika var. Yəni həyatı əks etdirmək, insan hiss və obraz duyğularını əks etdirmək və ya obrazlılıq, ümumiyyətlə hardan baxsan görürsən ki, əsər zəif. Xüsusilə sosialist beynəlmiləlçiliyi var idi ki, əsərə erməni obrazı gətirmək, kürd obrazı gətirmək, onları necə deyirlər, obrazları müsbət obraz kimi vermək, proletar beynəlmiləlçiliyi deyirlər ona. Bu cür bir beynəlmiləlçilik vermək, sonra yüksək təbəqənin nümayəndələrini xalqın düşməni kimi təqdim eləmək, insan kasıb təbəqənin nümayəndəsidirsə, o idealdır. Bu məsələləri əks etdirən əsərlər ki var, yəni həyat hadisələrindən bu cür yanlışan əsərlər ki var, onları bir mərrə ədəbiyyatdan silmək lazım. Çünki insanın mənfi obraz, müsbət obraz olması, ümumiyyətlə ziddiyyətli obraz olması onun mənsub olduğu təbəqə ilə heç bir bağlılığı yox bu məsələlər. Ola bil düzdür. Pul, zənginlik bir məhək daşı kimidir. İnsanın nə cür şəxsiyyət olduğunu ən çox pulu olan, insanın pulu olandan sonra görünür. Yəni insanın şəxsiyyətini üzə çıxaran şeyin biri də puldur, yəni zənginlik. Düzdür, kasıblıq da insanın sifətini daha çox üzə çıxardır. Ramzi Röşənin bir sözü var, deyir ki, yaxşı zaman insanın yaxşı sifətlərini, pis zaman insanın pis sifətlərini üzə çıxarır. Yəni, həddən ziyadə çətin vəziyyətə düşəndə də insanın əsl sifəti üzə çıxır. Bir də insanın həddən ziyadə pulu olanda da insanın əsl sifəti üzə çıxır. Amma yəni insanın xislətində nə varsa, o onun varlığı, o kasıb olması ilə bağlı deyil. Əksinə, belə deyək, kasıb olanda insanın pis sifətləri daha çox üzə çıxır. Yəni o çətinlik insanı biraz da vəhşiləşdirir. Amma bizim Sovet dövrü əsərlərində necədir? İmkanlı adamlar pis adamlar. Yəni bu əsərdə də hətta heç dəxil olmadan Ağa Məmməd Şah Qacarın pis obraz olduğu göstərilir. Hidayət xan pis obrazdır. Burada yüksək təbəqədən yalnız Knyaz Xasa ilə Hidayət xan. Knyaz Xasa ilə Xurşudvanın Natəvan müsbət obrazdır. Yerdə qalanlar hamısı Fərəc bəydir, Zahir bəydir. Hamısı bir Mir Mehsun Nəvvab da müsbət obraz kimi təqdim olunur. Amma bacardıqca zəngin təbəqənin, yuxarı təbəqənin, əyan əşrəfin hamısının yaramaz olduğunu göstərmək. Hətta burada əsərdə ziddiyyətli məqamlar var. Həm Çar Rusiyasının da pis olduğu göstərilir. Həm də Ruslar axı böyük qardaşlar idi. Onlara qarşı bir müsbət fikir, rəy də formalaşır. Mən bir yerdə qeyd eləmişəm, onu indi xüsusi göstərəcəyəm, toxunacağım. Əsər 2 pərdədən ibarətdir. Pərdələr də özləri şəkillərə bölünür. İndi başlayaq hər bir şəklin qısa məzmunundan sizi tanış eləməyə. İlk məclis, ilk şəkil birinci pərdədən birinci şəklində hadisələr Qafqaz canişinin malikanəsində cəryan edir. Natəvan, belə deyək, vəzir, düzdür o dövrdə vəzir yox, özünün köməkçisinin yaxın adamı, məsləhət aldığı adamı Mirzə Ruhullah ilə birlikdə canişinin malikanəsində görüşdədir. Onları Knyaz Xasay qarşılayır. Knyaz Xasay onun haqqında çox xoş sözlər söyləyir. Xurşudvanın Natəvan haqqında deyir, çox gözəl sözlər eşitmişəm. Natəvan da ona deyir ki, siz mənim haqqımda pis sözlər də eşidə bilərsiniz, amma deyir, yox, siz xalqın sevimli şairəsiniz.
Sonra yine Natəvan Canişinin özü ilə görüşür. Canişin çox hörmətlə qarşılayır Xurşudbanu Natəvanı. Hətta xatırladır ki, Axundov sizin haqqınızda mənə demişdi. Sonra deyir ki, bu xalq çox qəhrəman xalqdır. Qarabağlıları ilə bu xalqı da Allah Taala mükafatlandırıbdır. Belə bir söz deyir. Sonra deyir ki, bəs qala rəisi sizdən necə davranır? Elə hələ əvvəlcə elə ilk sözü bu olur. Qala rəisi sizə lazım hörmət eləyirmi? Onda çox ötkəm bir cavab verir. Xurşudbanu Natəvan deyir ki, o məndən yaxşı davranmaya bilməz. O da onda xatırladır ki, bəli, İbrahim xanın nəvəsi General Mehdiqalı xanın qızı Natəvan hər cür hörmətə layiqdir. Deyir ki, və sonra sizin nə məqsədlə qəbula gəldiyinizi bilirəm. Mən inşallah bəs çardan çara ərz edərəm ki, sizin torpaqlarınızın bir qismini qaytarsın. Bir qismini deyəndə Xurşudbanu Natəvan etiraz edir. Deyir ki, mən tək varisəm, varisi yektayam. Mənə bütün torpaqlarımızı qaytarmalısınız. O da deyir ki, niçiniz bu tək qız bu qədər torpağı? Burada Natəvan çox gəncdir. Deyir ki, mənim xalqım böyükdür. Xalqımın məktəbə, suya ehtiyacı var. Mən onları qarşılamaq üçün torpaqların hamısı mənə lazım. Canişin zaten əvvəlcədən onun ötkəmliyinə, Natəvanın ötkəmliyinə heyrətlənmişdi. Deyir ki, mən sizin istəyinizi hamısını imperatorlara çatdırar. Və tədbir məclis olacaqdır. Qalın məclisdə də bizim qonağımız olur. Xurşudbanu Natəvan deyir ki, yox, gedəcək. Gedəndən sonra Canişin Knyaz'a deyir ki, bəs siz indiyə qədər evlənmirsiniz. Evlənmək üçün yaxşı bir namizəddir və imperatora da sizin evlənməyi çox xoş gəlir. Knyaz Hasan düzdür, bizdə orta məktəb dərsliğində bu yoxdur. Deyir ki, siyasətə görə öyrənmək, yəni ona xoş baxmadığını dilə gətirir. Knyaz o dəqiqə Canişin söhbəti dəyişir. Deyir ki, amma öz aramızda sizin ondan deyəsən xoşunuz gəlir, o da sizə biganə deyil və mən sizə uğur arzulayıram. İkinci şəkildə biz görürük ki, hadisələr artıq Qarabağda cərəyan edir, qalada cərəyan edir. Natəvan Knyazın həyat yoldaşı. Orta məktəb dərsliğində yoxdur, sonralar düzdür, bu xatırladılır. Yuxarı təbəqə bir sünni oğluna, ləzgi oğluna, bir qalayçı oğluna, qalayçı sözünü də burada xüsusi vurğulayırlar. Çünki ləzgilər deyir ki, Knyaz Sayevci deyir, bizim də babalarımız axı qalayçı olublar. Ərə getməsindən narazı olduqlarını orada burada dilə gətirirlər. Biz bunu Zahir bəy Fəda ilə Bilmövsün Nəvvabın danışığında görürük. Bu yerdə bir şey deyim, tarixdə Mir Mövsüm Nəvvabdan Xurşudbanu Natəvanın münasibətlərinin çox da yaxşı olmadığını, çünki məclis ünsü Xurşudbanu Natəvan məclis ünsüyə başçılıq edirdi. Mir Mövsüm Nəvvab da özü başqa bir məclis yaratmışlar, unutulmuşların məclisi deyə bir məclis yaratmışdı. Buradan görünür ki, Qarabağda iki məclis var imiş, şairlər məclisi var imiş və bu məclisin birində unudulmuşlar. Yəni İnci ilə Xurşudbanu Natəvan məclisində iştirak eləməyənlər yığışıbmış. Amma bu əsərdə Natəvanın Mir Mövsüm Nəvvabın Xurşudbanu Natəvana çox böyük hörmət elədiyini, yəqin ki, elə inanıram tarixdə də hörmət eləyibdi. Amma nəysə çox da aralarının yaxşı olmadığı ən azı bu məclislərə başçılıq eləməyindən görünür. Sonra deyim ki, yenə bu əsərdə tarixi təhriflər var. Hadisələr olduğu kimi təqdim olunmayıb. Bunlara da toxunmayım. Dediyim kimi, ideologiyanın təbliğatı məqsədi ilə yazılmış əsərlərdən biridir. Yəni, o çərçivədən çıxa bilməyən əsərlərdən biridir. Demək ki, bu ikinci şəkildə görürük ki, onlar evlidirlər, bir-birinə öz sevgilərini, məhəbbətlərini izhar edirlər. Natəvan deyir ki, mən sənin məhəbbətindən güc alıram. Sonra elə ikinci pərdədə Seyid Hüseyin, Xurşudbanu Natəvanın gələcək əri gəlir qəbula. Məlum olur ki, o Cənub Azərbaycandan qaçıb gəlibdir. Söhbət məqamında belə məlum olur ki, Seyid Hüseyni Natəvan təzə açılmış məktəbə müəllim təyin edir və o tapşırır ki, o müəllim təyin olması məsələsini həll edin.
sözsüz ki məktəbdə müəllimin təyinat məsələsində də qalada Çar Rusiyasının nümayəndəliyi nəzarət eləyir. Bundan sonra Knyaz Xasay deyirəm, Xurşudbanu Natəvan tapşırıq verir ki, günortadan sonra mühəndis Əbdülrəhim Talbzadəni mənim qəbuluma gətirən bildiyiniz kimi o istəyir ki, Şuşaya su çəkdirsin. Yəni bu su məsələsini bildiyiniz kimi dedikdə, yəni canişinin huzurunda da deyirdik ki, qalaya su çəkdirmək lazımdır, cəmaata məktəb lazımdır. Və bu istiqamətdə artıq fəaliyyət başlayır Xurşudbanu Natəvan. Sonra Knyaz Xasayın otağına keçəndən sonra biz burada bir epizod var. Biz bilirik Natəvan şairdir və bəyim onun yenicə yazılmış olduğu Qərənfil qəzəlini oxuyur. Üçüncü şəkildə biz Muradalı ilə Seyid Hüseynin söhbətini görürük. Bunlar xalaoğludular. Muradalı 10 ildir buradadır. O Cənubi Azərbaycandan qaçıb gəlibdir. Atası Ərbabı öldürəndən sonra səhifləmirəmsə qaçıb Şimal Azərbaycana gəliblər, anası ilə bacısı da qaçıb Təbrizə gedib, onlardan heç bir xəbər yoxdur. Seyid Hüseyin də indi qaçıb gəlibdir. Əslində elə bil həm də Muradalıya görə qaçıb Seyid Hüseyin bura gəlib. Yəni Cənubi Azərbaycan məsələsi ilk dəfə burada ciddi şəkildə qabardılır. Düzdür, Canişinin qəbulunda da Natəvan elə Canişin özü deyir ki, bu igid xalq təəssüf ki, iki yerə bölünübdür. Orada da o məsələyə toxunulur. Elə bu əsərin ideyalarından biri odur ki, Şimali Azərbaycanla Cənubi Azərbaycan birləşməlidir. Bu xalqın ayrı düşməsi tarixi bir ədalətsizlik. Dördüncü şəkil Məclis-i Ünsün yığıncağında baş verir. Mən burada Məclis Qaramuşan sözünü də yazıb qeyd eləmişəm, çünki burada iki məclis yoxdur. Yəni Məclis Qaramuşandan da tarixdən bildiyimiz Məclis-i Fəramuşandan da adamlar burada iştirak edir, Məclis-i Ünsdən də. Mir Məhsud Nəvvabın bu yerdə deyim ki, qəbri elə Cıdır düzünün yaxınlığında, yəni Cıdır düzünə bitişik qəbristanlıqdan elə düşən kimi birinci pilləkənlə düşəndə sol tərəfdə Mir Məhsud Nəvvabın qəbri var. Çox öz dövrünün böyük ziyalısı olub Mir Məhsud Nəvvab. Şairlər Məclisində məmai bir şeir oxuyur. Seyid Hüseyin bu şeiri tənqid edir ki, bizim gözəli ahva ilə təsvir eləmək nə dərəcədə düzgündür. Belə etirazını bildirəndə Zahir bəy gələcəkdə biz onun satqın olduğunu görəcəyik. Proseslərə, söhbətə, diyaloqa girir. Deyir ki, siz bu qızın azad olmasını dedikdə, həqiqi azadlıq dedikdə nə nəzərdə tutursunuz? Və burada Mir Məhsud Nəvvab da söhbətə qarışır. O Zahir bəy heç dəxli olmayan məntiqsiz danışığı ilə milləti İslam, ərəb dili, fars dili, belə qəribə çıxışlar. Onda Mir Məhsud Nəvvab hətta ona bir yaxşı bir replika atır. Deyir ki, Zahir bəy, mən sizin hansı millətdən olduğunuzu bilmədiyinizi valla əvvəldən də deyirdim. Siz biləsiniz ki, millət İslam dedikdə, millət İslam olmur. İslam din olur. Millətin İslamı olmur. Burada Terivahanın, Lermontovun Azərbaycan dilini şərqin fransız dili adlandırmasını söylüyor. Burada dediyim kimi sosialist realizminin tələbi idi və əsərdə Terivahanın gəlməsi bir erməni obrazının və müsbət erməni obrazının yaradılması məsələsi. O dövrü Sovet ideologiyasının təbliği məqsədi ilə yazılan bütün əsərlərdə belə obrazlar var. Natəvan da Dumanın gəlişindən söz açır. Bir sözdən, yəni belə məlum olur ki, burada ciddi şəkildə ədəbiyyat, incəsənət, dil söhbətləri gedir. O da Natəvan sonunda belə bir fikir söylüyor ki, Dumanın gəlişindən söhbət açandan sonra deyir ki, biz gələcəkdə bizim xalqımızın balaları Dante'nin, Shakespeare, Hörteni, Pushkin'i Azərbaycan dilində oxuyacaq. Beşinci şəkildə artıq biz Natəvanın qalaya Şuşaya su çəkdirdiyini görürük. Mir Məhsud Nəvvabın sözündən məlum olur bu. Mir Məhsud Nəvvab Natəvana təşəkkürünü bildirir. Suyun çəkilməsi münasibətilə Natəvan kasıblara şirniyyat, düyü, yağ payladı. Səhəri gündə, açılış gündə qala əhlinin hamısına qonaqlıq verəcəyini söylüyor. Sonra Knyaz Xasay ilə Natəvan söhbət eləyəndə görürük ki, biz Knyaz Xasay həyatından razı deyil. Nə mənada razı deyil? Burada kişi, qadın
yerləri dəyişik düşüb. Yəni Natəvan bir el ağ bir səyi kimi aparır özünü. Düzdür, Natəvan neçə 30 yaşı yoxdur. Bu da Knyaz Sasaya xoş gəlmir. Tarixdə Knyaz Sasay və Natəvanın arasında ciddi yaş fərqi var. Knyaz Sasay nüfuzlu Knyazdır, onu Çar özü şəxsən tanıyır. Canişi ilə çox yaxşı münasibətləri var, amma Knyaz Sasay hiss eləyir ki, əsərdə artıq bu bir özünü kişi kimi hiss eləmir. Çünki qadın ondan çox aktivdir, çox fəaldır. Bu da elə sadəcə bir ər kimi Natəvanın yanındadır. Və o öz məmnuniyyətsizliyini belə dilə gətirir ki, sən öz xalqın üçün hər şey eləyirsən, bəs mən nə edirəm? Mən öz xalqım üçün heç nə eləyə bilmirəm. Burada Natəvan da çox pərtləşir, anlayır ki, bəli, vəziyyət heç də yaxşı deyil. Yəni Knyaz Xasay üçün yaxşı deyil. 6-cı şəkildə biz görürük ki, qoca Knyaz Xasayın əmisi, qoca əmisi, 90 yaşlı əmisi Qarabağdan durub gəlibdir ki, bəs Knyaz Xasayı götürüb aparsın ki, o öz elinə başçılıq eləsin. Hətta bu arada məlum olur ki, Natəvan Arazdan Mildüzünə at çəkdirmək məqsədi ilə bir çıxıbdır çölləri gəzməyə, o düzəngahı gəzməyə. Çünki tanış olması, hətta Knyaz Xasaya sataş eləmişsə ki, sən niyə getməmişsən yoldaşın yanına? Və oradan buradan söhbət elə deyir ki, mən səni aparmağa gəlmişəm. Natəvan Mildüzünü gəzməkdən, Arazı Mildüzünü gəlib görüb, Arazdan Mildüzünü az çəkdirmək üçün gedib, indi planlarından deyək ki, oradan bilmirəm, mühəndis də yanında idi, yəqin ki, gəzir bəzi şeylər ki, ölçüb biçilir, qayıdıb gələndə Knyaz Sasay ilə söhbət edir, Knyaz Sasay ona məsələni deyir. İkinci gəlinlik edək Dağıstan. Natəvan deyir ki, yox, mən bu xalqı qoyub gedəmərəm, mən xalqa lazımam. Sən görsəydin ki, cəmaat mənə necə öz dərdini açır filan. Belə söhbət edirlər, Natəvan öz elində qalmağı, Knyaz Sasay da öz eli üçün getməyi üstün tutur. Burada Natəvan öz boynundan medalyonunu açıb çıxarır, qoyur, verir. Knyaz Sasay onun boynuna keçirir, bu medalyonun içində övladları Mehdiqulu və Xanbikənin şəkli olur. 6-cı şəkildə belə bitir. 7-ci şəkildə qəflətən möhnətlə Şah Maradlı iki gənc səhv eləmirəmsə Şahmar idi bu gəncin adı görüm. Şahmar, bəli. Möhnətlə Şahmar gəlir bura. Möhnət güya xahişə gəlib ki, bəs Mildüzünə akt çəkdirəsiz. Amma halbuki 6-cı şəkildə biz Natəvanın bu planını görürük. Möhnətin bura gəlməsi yersiz düşür. Sonra bundan sonra Şahzadə Natəvanın nəzakət ziyarətinə gəlir. Şahzadə kimdir? İranda şahzadələrdən biri qaçıb gəlib Çar Rusiyasına sığınıbdır. Ürəyindən İranda hakimiyyəti əl almaq keçirib o məqsəddə. Düşüncəsi var, amma şahdan araları dəyibdir, qaçıb gəlib bura sığınıbdır. İndi Natəvanla nəzakət görüşünə gəlir. Söhbət zamanı o xalqı aşağılayır, bu Natəvanın xoşuna gəlmir, sərt reaksiya verir və onu mədəni şəkildə yola salır. Hiss elətdirir ki, getməyizin vaxtıdır. Mirzə Ruhullah Natəvana məsləhətlər verir bu yerdə. Deyir ki, bəs səbirli olmaq lazımdır, belə coşmamaq lazımdır. Sonra Seyid Hüseyin hesabat verir ki, 5 nəfər Rusiya, 5 nəfər də Parisə göndərdi ki, oxumağa və bu göndərmə gedən tələbələrin xərcində Natəvan çəkir. Bundan sonra Hidayət xan gəlib Natəvanın ad çəkdirməsinə imkan verməyəcəyini deyir ki, mən çünki sərfiləmirdi Hidayət xana. Hidayət xan heyvanları olurdu, var idi, çoxluları yaylağa aparırdı, qışlağa aparırdı. Cəmaat da onun hesabına yaşamaq üçün bunun heyvanını güdürdü, heyvanına baxırdı. Fikirləşir ki, əgər ad çəkilsə, insanlar oturaq həyata keçirəcək, bu malını qarasını güddürməyə adam tapmayacaq və buna sərf eləməyəcək. 8-ci şəkildə Natəvan Mirzə Ruhullaya taliyindən münşsə edir. Məlikül Dövlə qəbula gəlir. Bu şahzadənin elə bilin gələcəkdə vəziri olacaq adamdır və o şahzadənin Natəvana
elçi düşdüyünü, bununla hətta fəxr etmək lazım olduğunu Azərbaycanlı bir xan nəvəsinə e, gələcəkdə hökmdar ola biləcək bir adamın, İranın hökmdarı ola biləcək adamın elçi düşməsini böyük bir fəxarət hissi olduğunu, bizim Azərbaycanlıların farslaşmalı olduğunu və biz deyir farslaşsaq deyir orada hakimiyyətdə təmsil oluna bilərik, belə sarsaq sözlər danışır və haqlı olaraq Natəvan hirslənir və onu qovur. Sonra Mirzə Ruhullah Xurşudvanın yenə sakitləşdirib, biz zaten Mirzə Ruhullahın məsləhətlər verdiyini görürük və bu məqamda deyir ki, bəs sən subay qalmağın da uyğun deyil. Yəni Şahzadənin sənə elçi düşməsinin bir səbəbi o ki, sən subaysan. Şahzadənin əslində elçi düşməsinin səbəbi odur ki, o belə fikirləşir ki, Natəvanı alsaq, Azərbaycan türklərindən hakimiyyətə gəlmək üçün istifadə eləyə bilər. Mirzə Ruhullah ona evlənməli olduğunu dedikdən sonra Natəvan Seyid Hüseyni çağırır və ona evlilik təklif edir. Burada bir məsələyə toxunmaq istəyirəm. Sonradan bunu Xurşudvan Natəvana Hidayət xan da qüsur tutur, eyib tutur. Deyir ki, sən yaraşıqlı bir oğlan tapıb ərə gedirsən, bizim nəslimizi ayaqlar altına alırsan, bizim əyan əşrəf olmağımızı sən diqqətə almırsan, beləcə bir irad bildirir ona. Bu məqamda deyim ki, həqiqətən Seyid Hüseyin yaraşıqlı bir adam olub. Xurşudvanı papaqçı kimi tanınıb, səhv eləmirəmsə Şuşada və Xurşudvanın Natəvan da elə deyəsən onun yaraşığına görə ona ərə gedib. Bu elə onun öz seçimindən olubdur. Çünki o knyaz özü çıxarıb deyir ki, mən sənin yoldaşın olmaq istəyirəm, sənə ərə getmək istəyirəm. Və bu yerdə bir məqama, məsələyə toxunub. Hidayət xan ona izah edir ki, sən Xurşudvanla sən Seyid Hüseynin tayı deyirsən. Biz Seyid Hüseynin tayı deyilik. Və sən bir yaraşıqlı kişi deyib ərə getmək istəyirsən. Xurşudvanı da məsələn dediyim kimi də bu ideologiyanın təbliğatı məqsədi ilə yazılmış əsər deyir ki, belə bir şey yoxdur. Yuxarı təbəqə, aşağı təbəqə yoxdur. Mən elə o sərhədləri dağıtmaq istəyirəm. Hamı insandır, hamı bərabərdir. Belə fikirlər söylüyor. Amma bu yerdə mən deyim ki, hardasa oxumuşdum ki, bəs Seyid Hüseyin sonradan Xurşudvan Natəvanın bütün varlığını, dövlətini talayıb, qaçıb gedir. İnşallah ikinci şəkildə növbəti dərsimizdə, ikinci pərdə haqqında növbəti dərsimizdə danışaraq. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydan toxunursa, mənim üçün nə mutlu.